Ümumiliklə bağlı nümunə formasında düşürsə, biz açar məqamlarla o nümunəni təhlil etməyə bacarmalıyıq. Ümumiləşdirmə hansındaydı? Konseptualda. Mənim özümlə bağlı idisə hansındaydı? Metakognitiv bilik. Əzbərə əsaslanırsa, faktoloji. Daha sonra məsələn ardıcıllıq var idisə hansında? İkincisi, tarif olan. Yox, ardıcıllıq haradaydı? Proseduralda, ay sağ olun, bəli. Sonra düşən suallardan biri yəni mövzu qiymətləndirmə mövzusudur. Qiymətləndirmə mövzusu ilə bağlı deyəndə neçə yerə bölünürdü qiymətləndirmə? Lamaya neçə yerə bölünürdü qiymətləndirmə? Formativ, summativ, diaqnostik. Bir-birindən necə fərqləndirirdik? Hansı açar sözlərlə? Demək, formativ gündəlikdir, diaqnostik ilin əvvəlində, dərsin əvvəlində, summativdəki hər mövzunun sonunda, yəni hər şey var. Aha, əvvəl sözü varsa nə götürür? Əvvəl sözü varsa diaqnostik. Diaqnostik. İlkin sözü varsa nə götürür? Formativ. İlkin, diaqnostik. Əvvəl elə ilkin demək deyil. Sonra diferensiyallaşdırma varsa nə götürürdük? Diferensiyal fərqlər. Diaqnostik qiymətləndirmədə deyirik də, diferensiyallaşdırma, fərqləşdirmə. Nailiyyətin izlənilməsi hardadır, nailiyyətin ölçülməsi hardadır? İzlənilmə hardadır? Ay, sağ ol, formativdə. Amma ölçülməsi summativdədir. Summativdə, bəli, doğrudur. Rəylərə diqqət edirsiniz, rəylərlə bağlı nümunəvi testlər düşə bilər. Məsələn, rəy necə olmalıdır? Müsbət, gələcəyə yönümlü, konstriktiv olmalıdır. Ümumiyyətlə, rəy idraça yönümlü olmalıdır, yoxsa emosional yönümlü? Emosional. İdrac. Yəni biz uşağın fəaliyyətinə əsasən, nailiyyətinə əsasən ona rəy verməliyik. Məsələn, biri var deyirəm ki, sən ağıllı olduğun üçün bütün tapşırıqları yazırsan. Bu doğru rəydir? Yox. Uşaq ağıllı olmasına nə əlaqəsi var? Başa düşməyə də bilər. Amma biri də var ki, mən deyirəm ki, sən burada bu səhvləri edirsən, daha çox düzəldə bilərsən. Bu artıq idraçdır. Yəni rəy emosional olmur, idraçı yöndə olur. Buna diqqət edin. Növbəti sualımız isə bullyinglə bağlı düşüb bugün. Yəni mövzu bullyinglə bağlı düşüb. Bullyingdə nəyə diqqət edirsiniz? Ümumiyyətlə bullying nə idi? Qısnama deməkdir, elə deyilmi? Bullying neçə növü var idi? Bir-birindən necə fərqlənirdi? Bir özün edirsən, röşməs elətdirirsən. Hansında özün? Vasitədə iki məsələ elətdirirsən. Vasitəsiz amma özün. Vasitəsiz amma özün birbaşa. Bəs yaxşı, kiberbullying nə idi? Sosial şəbəkə. Sosial şəbəkədə qeyd edirdik. Fiziki bullyinglə qeyri-fiziki bullyingin fərqi nə idi? Fiziki bullyingdə yaratmamaq, mənəsəl bir şey var. Ay, sağ olun. Təmas var, o birində yox. Qeyri-fizikidə toxunma yox idi. Sonra bəs yaxşı, necə? Mobbing də var idi. Mobbing qeyd edilir, amma əsasən bullying Mobbing növləri. tətbiq olması belə. Mobbing O tətbiq da eləmək. toplu tətbiq, məsələn, bir qrupda deyək ki, bir nəfərə qarşı göstərilən psixoloji şiddət. Sonra, bullyinglə bağlı biz başqa nəyə qeyd etdik? Ümumiyyətlə, bullyingdə deməli, vasitəli, vasitəsiz qeyd etdik. Məqsədli bullying var, bir də var məqsədsiz. Necə fərqlənir bu? Məqsəddən bir amma məqsəddən bundan düşük prinsip. Aha, biri var ki, məqsədli budur ki, mən bilərəkdən bullying təşkil edirəm ona. Amma biri də var, zarafat edirəm. Bəzən olur, məsələn, bir insanın kilosu ilə məsələn zarafat edirsən, sən düşünürsən onu zarafat edirsən, amma əslində qarşısındakının qəlbini qırmış olursan. Bu nədir artıq? Məqsədsiz, düşünülməmiş bullying, yəni deyilir. Tədris bullyingi nə idi? Necə qeyd edirik? Aha, məktəblə bağlı tədris nəzərdə tutulur. Növbəti mövzu taksonomiya ilə bağlı düşür. Taksonomiya ilə bağlı necə qeyd edirik? Ümumiyyətlə, taksonomiya neçə yerə bölünürdü? İrəxiyyə şəklində, İdrac, emosional, psixomotor keçmişik. İdrac taksonomiyasının növləri nə idi? Necə qeyd edirik? Yox. Cavab vermək, qəbul oldu. İdrac taksonomiyasının növləri hansılardır, mərhələsi? Anlamaq, təhlil etmə vardır, tətbiq var idi. Yox, burada anlamaq, xatırlamaq var idi, yaratmaqdır, dəyərləndirmədir. Bir-birindən necə fərqləndirirdik bunları? Məsələn, Xatırlamaq deyəndə əzbər biliklərdir, anlamaq deyəndə anladığımız işlərdir. məsələn, izah etmək hansına aid olar sizə? Konseptual anlamaq. Anlamaq. Çünki mən başa düşmədiyimi necə izah edə bilərəm anlamadığımı? Bəs yaxşı, həyata keçirmək varsa harda götürür? Tətbiq edir, bəli. Bəs yaxşı, desək ki, münasibət bildirir, özün münasibət bildirirsən, nə olacaq? Nə olacaq? Dəyərləndirmə olacaq, dəyərləndirmə, özün münasibət bilirsən. Birini digərindən üstün tutur, yəni ən yaxşı, ən vacib. Aha, təhlildir, bəli, doğrudur. Burada bir şey diqqət edin. Təhlil etmədə həmişə biri mütləq ki, digərindən üstün tutulacaq. Məsələn, müqayisə edilir, birinin üstün tərəfini qeyd edir. Yaxşı, yaratmaqda nə idi?
Yaratmaq nə demək? Neyse. Yeni bir şey yaradır. Öz Yeni bir yaradır, şey evet. yaradır. Öz beynindən, öz düşüncəsilə yeni bir şey yaradırsa yaratmaqdır. Sonra növbəti sualda müəllim şagird valideyn münasibəti ilə bağlı mövzu düşüb. Bu mövzuda nəyə diqqət edirik? Ümumiyyətlə biz avtoritar keçmişik, bir də demokratik üslub keçmişik. Avtoritar və demokratik üslub nə idi Lamia? Necə qeyd etmiş olalım? Tamam gəlir. Bəli. Ya, Avtomatik mən dediyim mən. Yani bir Avtoritar nefer nəyə bilgi olur, əsaslanırdı? yani fikir Ənənəvi fikir təhsilə. fikir Ay, sağ ol. Ənənəvi təhsilə əsaslanırdı. əsaslanır. Amma demokratikdə nə idi? Bərabər yəni. İkisi də subyekt. Qarşılıqlı, ədalətli deyirlər. Konflikt necə həll olunur? Qarşılıqlı. Subyekt. Üç yolla deyirik, konfliktin həll etmə yolu var. Xüsusi müəllim strategiyası, yazılı ortaq dəyərlərin yaradılması və testdə diqqət edirsiniz. Ortaq dəyərlər yazılı olmalıdır, şifahi deyil. Bir də iclasların keçirilməsi. Buna diqqət edirik. Valideyn niyə iclasa gəlməsin? Çünkü çok cebirde demir ki valideyn izlası gelmiyor. Yox, üç Vaxt- səbəb var. Biri vaxt olmur, sonra Benim için. daima şikayət Ben eşidir. şey o. Aha, şikayəti eşitdiyi üçün və iclaslar tez